Gələcək. Deməli, bu günləri biz salam uşaqlar, azot və onun birləşmələri bölməsindən, yeni test toplusundan, birinci hissədən 66-cı məsələnin izahını yazıram. 66-cı məsələdə nü maddə miqdarına tau zamandan asılı qrafiki verilib. 0-cı saniyədə 8 mol olan maddə azalır, 2 molu artıq qalır. Bu, amonyakın maddə miqdarının zamandan asılı qrafikidir. Mis 2 oksidi və amonyak arasında gedən reaksiyanın baş verən reaksiyada amonyakın miqdarı qrafikdəki kimi dəyişir. Neçə mol mis 2 oksidi reduksiya olunub? Bunu soruşur uşaqlar. Neçə mol mis 2 oksidi reduksiya olunub? Bu reaksiyadan nə çıxır? Sərbəst azot, mis və bir də su molekulu. Bura bir 2 yazırıq, bura bir 3 yazıram. Deməli, oksigen 3-dəndir, bura bir neçə yazıram? 3. Mis 2 oksidin qarşısına və burada bir 3 yazıram. Buradan göründüyü kimi 8-dən 2 qalıbsa 6 mol sərf olunub. 6 mol sərf olunubsa diqqətlə baxın, neçə mol mis 2 oksidi reduksiya olunub. Reduksiya olunub sözünün mənası müsbət 2-dən 0-a gəlib. Müsbət 2-dən 0-a gəlibsə, azaldısa artıcaq 2 elektron. Elektronu alana nə deyirlər? Oksidləşdiricidir. Nə olunur uşaqlar? Reduksiya olunub. Oksidləşdirici reduksiya olunur. Və 2 mol amonyakdan isə neçə mol? Baxın, 2 mol amonyak isə neçə mol mis 2 oksidini reduksiya edir? 3 mol. Baxın, 6 mola x molsa, burada qarşısına neçə mol yazıb? 2 molu isə 3 mol reduksiya edir. 2 mol amonyak 3 mol reduksiya edir. X da bərabərdir 6 vurmaq 3 bölmək 2. O da bərabərdir 9 mol reduksiya olunub. Mis neçə oksidi? 2 oksidi. Cavab nə bəndi oldu? Y bəndi. Burada bəlkə çətin görünür. Yenidən yaza bilərəm əlavə. Necə yaza bilərəm? Açıq yaza bilərəm. Mis 2 oksidi, yəni amonyakla reaksiya girir. Temperaturda mis, sərbəst azot qazı, azotun laboratoriyada alınma üsullarından biridir və su molekulu. Bura bir 2, bura bir 3, bura bir 3, bura bir 3. Deməli, 2 bəsit maddə və bir də mürəkkəb maddə əmələ gəlib. 6 mol, qrafikdə göründüyü kimi 8 molun 2 molu qalıbsa, 6 molu sərf olunub. 6 mol sərf olunanda neçə mol mis 2 oksidi reduksiya olunub? X mol. Bəs baxın, 2 mol sərf olunanda, buradan gör, 2 mol sərf olunanda neçə mol reduksiya olunur? 3 mol reduksiya olunur. X da bərabərdir 9 mol mis 2 oksidi reduksiya olunur. Cavab nə bəndi oldu? Y bəndi. Keçdik digər suala. Digər sualda nə deyir? 67-də. Deyir ki, 67-ci sualda uşaqlar 22.4 litr amonyak verib. Amonyak kəskin ili necə qazdır? Boğucu qaz və sulfat turşusudur. 49 qram sulfat turşusu. Reaksiyasından hansı maddə və neçə qram alınır? Bu reaksiyadan hansı maddə və neçə qram alınır? Sulfat turşusu, amonyakla reaksiyası bilirsiniz ki, 2 cürdür. Ya normal duz çıxa bilər, ya da turş duz. Bu asılıdır bunların nə miqdarından? Maddə miqdarından. Birinci reaksiyada 22.4 litrimiz neçə mol deməkdir? 1 mol. Bu şifahi tapdı. Amma burada nü bərabərdir. Qramı mola çevirmək üçün kiçik n bölünsün molar kütlə düsturundan istifadə edilir. Sulfat turşusunun molar kütləsi 98'dir. Kütləsi 49 bölmək 98, 1 bölmək 2, o da 0.5 mol. İndi nə yazır uşaqlar? 1 mola amonyak neçə moldur? 1 mol. 1 mol amonyakla plus sulfat reaksiya girir. Sulfat nə qədər tapdı? 0.5 mol. İndi biz bunları tam rəqəmə çevirməliyik ki, neçə mola neçə mol girmir. Ən kiçiyinə bölək, məxrəcdən qurtarmaq üçün. Neçə bölür? 0.5-ə. Bu 1-dir, bu 0.5. Bu rəqəmlərin içərisində ən kiçiyi nədir? 0.5-ə bölür. Bunu da 0.5-ə böləndə, biri 0.5-ə böləndə neçə mol eləyir? Baxın, cavab buradan gedir. 2 mola 1 mol reaksiya girir. Amonyakın bölünməyən nə cütü var? Elektron cütü və necə xassəlidir? Əsas xassəli turşularla reaksiyası, birləşmə reaksiyasıdır. Hidrogenin ikisi də bura donor, akseptor mexanizmi əsasında birləşəndə amonium, sulfat, orta və necə duz əmələ gəlir? Normal duz. Neçə dənə donor rabitə yaranır? 2 dənə. Donor akseptor rabitəsinin digər adı hansı rabitədir? Koordinativ rabitə. Rabitə
Donor azotdur. Akseptorun necə orbitalı var? Boş orbitalı var. Bu 2 hidrogen 2 mol amonyaka birləşir. Hər amonyaka hidrogenin neçəsi birləşir? Biri. Baxın, burada 2 moldursa 2 dənə də hidrogen birləşir. 2 də donor rabitə yaranır. Normal duz çıxır və normal duz hansı gübrəyə aiddir? Azotdur, gübrədir və bu duzun texniki adı nədir? Yoxdur. Amonium sulfat deyirlər. Ona görə də amonyak da, sulfat da gübrə istehsalında nədir? Xammol. İndi burada nə deyir uşaqlar? Alınan duzu müəyyən etdik və duzun bir kütləsini tapın. 2 mola 1 mol reaksiya girib 1 mol duz çıxırsa, o zaman 1 mola 0,5 girib nə qədər duz əmələ gəlir? 0,5 mol. Baxın, biz bunu nədən ötürü tapdıq, tam rəqəmə çevirdik? Hansı duz alınması müəyyən etmək üçün. İndi amma bizdə duzun, amonyakın miqdarı 1 moldur. Sulfat turşusu 0,5-dirsə, onda 0,5 də nə əmələ gələcək? Amonium sulfat. Onun da kütləsi müəyyən eləməliyik. Kütlə müəyyən eləmək üçün molu necə kütləyə vururlar? Molar kütlə. Molu nə qədərdir? 0,5 vurmaq. Emiri yazılıb orada uşaqlar. Emiri necə tapırıq? Burada sulfatın 96-dır. 98-dən 2 çıxanda SO4-ün emiri 96. Burada da 14 azotdur. 4 də budur. 18-i 2-yə vururuq. 18 vurmaq 2. 36-ın üstə 96 gələndə nə qədər eləyəcək? 100 neçə ilə? 42. Yox, 106. 132. 12. 132. 132-nin də 0,5-i neçədə bir deməkdir? 132 bu duzun əmeridir uşaqlar. Bax, bu duzun molar kütləsi 132 də vurur 0,5-ə. 66 qram duz əmələ gəlir. Neçə qram duz əmələ gəlir? Normal duz C bəndidir və 66 qram. Yəni biz molar kütlə bildiyinizdə necə müəyyən elədik? Amonium sulfat necə duzdur? Normal duz. Burada sulfatın emeri verilib 98-dən 2 qram hidrogen çıxanda SO4-ün emeri 96. Azotun ayrı 14-dür. Burada da 4. 14, orada da 4 neçə ilə 18-i mötərizənin kənarında 2 yazılıb. 14-ü vururuq 2-yə. 18 18 deyirəm. 18-i vurduq 2-yə. Baxın, burada 14, burada da 4. Biri vurduq 4-ə, 4. 18-i 2-yə vuranda 36, üstə gəlmək 96, o da bərabərdir 130, neçə elədir bunu 2. Və 132 1 molun əmeridir. Və bizdə alınan duz, normal duz nə qədər idi? 0,5 molu da molar kütlə 132-yə vuranda yarısı neçə elədir? 66 qram duz əmələ gəlir. Cavab C bəndi oldu. Digər məsələyə baxırıq. Digərində nə yazıb? Yenə də amonyak yazıb 68-ci məsələdə. Amonyak nə qədər verilib uşaqlar? 11,2 litr amonyak. Amonyakın bölünməyən nə cütü var? Elektron cütü və sulfat turşusu 98 qram verib. 98 deyirəm, 49 qram daha doğrusu sulfat turşusu ilə reaksiyasından hansı maddə və neçə qram alınır? 11,2 litr 11,2 litr bərabərdir. 11,2 litri bölürəm 22,4 litrə. 1 bölmək 2, o da bərabərdir. Neçə 15 mol? 0,5 mol. Nü bərabərdir. Kiçik n bölünsün molar kütlə. O da bərabərdir. 49-u böldü 98-ə. 1 bölmək 2, o da bərabərdir. Neçə 15 mol? 0,5 mol. 0,5 mola 0,5 mol. Neçə mola neçə mol deməkdir? 1 mola 1 mol deməkdir. 0,5-ə 0,5. 1 mola 1 mol reaksiya girəndə, hər tərəfin 0,5-ə böləndə, baxın, 0,5 biz nə tapdıq? Amonyak və 0,5-də H2SO4-ü müəyyən elədik. 0,5-ə 0,5 elə 1 mola neçə mol deməkdir? 1 mol. 1 mola 1 mol reaksiya girəndə 1 mol amonyaka hidrogenin neçəsi gəlib birləşir? Biri. Nə mexanizmi əsasında? Donor, akseptor. Bu donordur. Və bu nədir? Boş orbitalı olan nədir? Akseptor. Donor atom nədir? Azot. Akseptor nədir? Hidrogen. Və əmələ gələn duz nə olacaq? Amonium. Hidrogenin biri birləşdiyinə görə hidrosulfat çıxır buradan. Hidrosulfat. Amonium, hidrosulfat necə duzdur uşaqlar? Turş, duz. Amonium hidrosulfat. Hidrogenin biri birləşir. Ona görə ki, amonyak neçə moldur? 1 mol. Biri yazmırlar, mən sizə görə qeyd edirəm. Bu duz nə qədər idi uşaqlar? 0,5 mol. Bu da duz deyirəm daha doğrusu. Amonyak 0,5 mol. Turşu 0,5 mol. 1 mola 1 mol reaksiya girib 1 mol duz əmələ gəlirsə 0,5-ə 0,5 girib 0,5 molda duz əmələ gəlir.
Və alınan duzun nəyindir tapın? Kütləsin. Kütləyi tapmaq üçün molun necə kütləyə vurmalıyıq? Molar kütlə. Duzun molun yazır o. Emerini hesablamaq lazımdır burada. Emeri necə hesablayır? Amonium hidrosulfat. Hidrosulfatın emeri neçədir uşaqlar? 98-dən bir dənə hidrogen gedib. Burada 90 neçə qaldı? 7. Amoniumdakı 18-dir burada. 97 üstə gəlmək 18. Nə qədər eləyəcək oradan? 100 neçə eləyəcək? 115. Neçə elədi bu? 115-in də yarısı. 115 onun emeridir. 115-in yarısı nə qədər eləyir uşaqlar? 115-in yarısı 57,5 qram duz əmələ gəlir. Özü də turşdu. Cavab nə bənd oldu? B bəndi. Bir də təkrar yaza bilərəm. Necə? Amoniak yadınızda qalsın. Necə xassəldir? Əsas xassəli. Bölünməyən nə cütü var? Buradan nə aydın oldu? Amoniakın sulfatla reaksiyası amoniakın nə miqdarından asılıdır? Maddə miqdarından. Neçə mol amoniak olsa 1 mol, sulfat da 1 mol olsa dəyişən nə miqdarıdır? Amoniakın miqdarıdır. 1 mola 1 mol olsa bu hidrogen neçəsi birləşir bura? Biri. Bu donordur. Bəs bu nədir uşaqlar? Akseptor. Əmələ gələn duz amonium hidrosulfat. Turş duz. Neçəsi əvəz olunur? Biri hidrogenin NH3-ə birləşir. Amonium hidrosulfat necə duzdur? Turş duz. İndi amoniakın miqdarına baxın. 1 mol idi. İndi olur 2 mol amoniak. Yenə də amoniakın bölünməyən nə cütü var? Elektron cütü. Dəyişən nəyin miqdarıdır? Amoniakın miqdarı. Amoniak 1 mol ola bilər. Sonra 2 mol ola bilər. Amma sulfat turşusunun miqdarı dəyişmir. Elə sulfat turşusu 1 moldur. Hidrogenin X-i birləşəcək. Burada donor akseptor mexanizmi əsasında amonium sulfat əmələ gəlir. Amonium sulfat orta və necə duzdur? Normal duzdur. Və amonium sulfat azotlu gübrələrə aiddir. Burada neçə qida elementi var? Bir qida elementi var. O azotdur. Azotlu nələr aiddir uşaqlar? Gübrələrə aiddir. Amma bu gübrənin texniki adı nədir? Yoxdur. İndi fikir verin. Dəyişən yenə nədir? Amoniak 1 mol və sonra amoniak neçə mol oldu? 2 mol. Amma sulfat turşusunun miqdarı necə var? Elə də qalıb. Ya buradan normal duz çıxır, ya da turş duz çıxır. Baxın, normal duz bu da amonium sulfat, bu da turş duzdur. Turş duzda neçədə donor rabitə var? 1 dənə. Amma normal duzda NH4 2-də olduğuna görə 2 dənə donor akseptor mexanizmi əsasında yaranan rabitə var. Növbəti sualla keçirik uşaqlar. Deməli 68-in cavabı oldu B bəndi. 69-da nə verib uşaqlar? Belə bir qab verib. Üzərinə X maddəsi əlavə ediblər və burada amonium xlorid duz məhluludur. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Məhlulun üzərinə X maddəsi əlavə ediblər və alınan Y qazın porşenlə buraxıblar. Bura bir porşen çəkiblər uşaqlar. Porşenlə belə içərisindən buraxıblar. Özü də neynədik də? Qızdırdıq da. Və bir də bu porşenin içərisinə nə daxil ediblər? 2 qaz. Bir Y qazını daxil ediblər. Bir dənə oksigen qazın. Porşendən ayrılan maddələrin biri Z qazıdır və digəri də porşendən ayrılıb burada su. Deyir, hansı ola bilər X? Buradan nə qaz ayrıla bilər? Tərkibində NH4 olan duzlar nə duzlardır? Amonium duzların aşkar eləmək üçün bizə mütləq qələvi lazımdır. Nə lazımdır? Qələvi. NH4 ilə həll olan duzlar qələvlərinə reaksiya gedir. Qələvi olan bənd B-də də var, sonra uşaqlar C-də də var, D-də də var. Amma Y bəndində isə suda həll olmayan əsas yazılır. B bəndində orada qələvi nədir? Kalsium hidroksid, sonra natrium OH, bir də kalium OH. Axırda da sink hidroksid suda həll olmayan əsasdır. Suda həll olan duzun suda həll olmayan əsaslarla reaksiyası yoxdur. Bura yəqin %100 qələvi yazıblar. NH4 ilə OH birləşir. Bir dənə qələvi yazıram. Nə məlum qələvi. Nə verəcək uşaqlar? Qələvinin tərkibində hidroksid anyonu var. NH4 ilə OH birləşəcək. NH4OH davamsızdır amoniaka və bir də suya və bir də buradan nə məlum duz əmələ gəlir. Ayrılan qaz amoniak qazıdır. Müəyyən elədik ki, Y nə qazıdır uşaqlar? Amoniak qazı və amoniakı oksigende yandırıblar uşaqlar. Katalizator yoxdur burada, tək temperaturdur. Katalizator olmadığına görə Y qazı amoniakdır. Amoniak saf oksigende yanır. Baxın, tək temperaturda. Oksigen buradan gəldi, amoniak. Sərbəst azot qazı və bir də
su molekulu əmələ gəlir. Su çıxıb uşaqlar, Z maddəsi nədir? Azot qazı. Biz həmişə demişdik ki, amoniakın oksigenlə iki cür reaksiyası var. Biri yanmadır. Yanma nədə gedir? Tək temperaturda. Amoniak havada yanmır. Saf oksigende yazır. Saf oksigende yanır. Saf oksigende 100%'lik oksigende yanır. Sarı alovla. Necə alovla yanır? Sarı alovla yanır və yananda sərbəst azot qazı, bir də su molekulu əmələ gəlir. Burada əmsal neçə yazırdı? 4, bura bir 2, 12, 2'ye böləndə 6. Lap sonunda yanma reaksiyalarda yanğına kömək edən qazansı qazdır oksigen. 6 da oksigeni 2'ye böləndə bura bir 3 yazırıq. Amoniakda burada azot -3'dən hara gəldi? 0'a. Və əlavə olaraq qeyd edilir ki, azotun valenti burada 3'dür. Dərəcə neçə 3'dür? -3. Yəni minimum nə dərəcəsi göstərir? Oksidləşmə dərəcəsi. Azotun valenti yenə də 3 oldu. Azot molekulunda atomlar arasında 3 qat nə var orada? Rabitə olduğuna görə, baxın bu molekulda 2 də atom var. Atom arasında 3 qat rabitə var. İndeksində 2 də atom yoxdur. 3 qat rabitə var. 1 sigma, neçə pi var orada? 2 pi. Və dərəcə nədir? 0. Valent dəyişmir bu reaksiyada. Amma dərəcə -3'dən hara gəldi? 0'a. Azotun valentliyi dəyişmir, amma dərəcəsi dəyişir. Bu reaksiya yanma reaksiyasıdır. Yanmalar %100 oksidləşmə reaksiyasıdır. Reduksiya reaksiyasına aiddir. Orada elektron verən də var, alan da var. İndi bizdə X maddəsi nə oldu uşaqlar? Qələvi və Y amoniak oldu. Sonra da alınan X oldu, onda kalsium hidroksid. Həmin bəndə uyğun gələn B bəndidir. B bəndində X oldu qələvi. Kalsium hidroksid aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvilər. Nə deyirlər bunlara? Qələvilər. Bu qələvi torpaq metalın hidroksididir. Y maddəsi qələvinin amonium duzu ilə reaksiyasından alınan qaz amoniakdır. Və Z maddəsi amoniak nədə yanıb? Oksigende yanır, saf oksigende sərbəst azot qazı əmələ gəlir. Bizə deyir ki, X qazı müəyyən edin. Reaksiyanı bir də təkrar yazıram. Amonium kloridin üzərinə X nə əlavə edib? Qələvi. Məhlulun qələvi ilə reaksiyası. Bu həll olan duzdur. Bu H.M nə deməkdir? Yazıram. Həll olan duz qələvi ilə reaksiya girir. Həll olan duzlar qələvlərlə reaksiya girəndə nə əmələ gəlir? NH4 ilə OH birləşir. NH4OH niyə parçalanır? Amoniaka və bir də suya. Plus kalsium klorid orta və necə duzdur? Normal duz. Tərkibində NH4 olan duzlara nə duzlar deyirlər? Amonium duzlar deyilir. NH4, OH davamsızdır, parçalanır amoniaka və bir də suya, bir də kalsium nə əmələ gələcək? Xlorid. Bütün amonium duzları qələvlərlə reaksiya girir. Sonra nə baş verir burada? Amonium duzları qələvlərlə. Həmin o maddə amoniakdır. Amoniak saf oksigende yanar. Saf oksigende yananda sərbəst azot qazı və su molekulu əmələ gəlir. Bura bir 4, bura bir 2, 6, bura bir 3 yazırıq. Kəskin ili necə qazdır? Amoniak kəskin ili boğucu qazdır. Amoniak burada -3'dən 0'a gəlir, 0'dan -2'yə. Valent 3, -3. Burada isə valent 3, nə oldu uşaqlar? 0. Yanma reaksiya deyəndə bu yanmadır. Bir də var amoniakın oksigenə reaksiyası, o katalitik nədir? Oksidləşmə. Cavab nə bəndə oldu? Burada da Z maddəsi bizdə oldu azot qazı. Rəysiz, iysiz, dadsız qazdır. Suda necə həll olur? Pis həll olur. Növbəti suala keçirik. 10 bəndin bir də uşaqlar nə oldu? 69'da B bəndi. Keçirik digər suala. Digər sual nədir? Digər 70-ci sualda çox maraqlı bir reaksiya yazıb uşaqlar. Amonium karbonat yazıb. Tərkibində NH4 olan duzlar amonium duzlardır. Və oraya yazır ki, parçalanır. Parçalanandan sonra 3 dənə maddə qızdırıblar parçalanır. X ayrılır, Y ayrılır və Z. İndi biz nəyi müəyyən eləməliyik? X-i, Y-i və Z-i. Ümumiyyətlə, X maddəsi orada yazır ki, X maddəsini əlavə edirlər qələvi məhluluna. Qabın içərisində qələvi var. Birinci reaksiya. Y maddəsi nə ilə reaksiya girir? Y alüminium oksidi, bu ikinci qabdadır. Y maddəsini əlavə edirlər içərisində alüminium oksidi olan qaba və Z maddəsində əlavə edirlər daxilində sulfat turşusu olan qaba əlavə edirlər. Bu 3 dənə burada qab göstərilib. Yalnız birinci və üçüncü qablarda reaksiya gedir. 1-də gedir və bir də neçədə gedir? 3-də gedir. İkinci qabda isə reaksiya getmir.
Deyir, yalnız birinci qabda reaksiya gedir və bir də üçüncü qabda. Ümumiyyətlə amonium karbonat orta və necə duzdur? Normal duz. Qızdırıldıqda niyə parçalanır? Amoniaka 2 mol. Karbon neçə oksidinə? 4 oksidinə və suya. Amoniak əsas xassəlidir. Karbon 4 oksid turş oksiddir. Su oksiddir, lakin nə duz əmələ gətirən də, nə duz əmələ gətirməyən. İkinci qabda, baxın, qələvi var birinci qabda. Qələvi ilə nə girə bilər burada? Əsas xassəli girə bilməz. Sun qələvi ilə reaksiyası yoxdur. Onda nə oksidi girəcək? Turş oksidi. X oldu, turş oksidi. Turş oksidi qələvi ilə girə bilər. Amoniakın özü əsas xassəlidir. Onun heç bir qələvi ilə, əsasla reaksiyası yoxdur. İkinci qabda reaksiya getmirsə, uşaqlar, amoniakın alüminium oksidinə reaksiyası yoxdur. Burada X gedib. Burada X bildik ki, biz karbon neçə oksiddir? 4 oksiddir, turş oksidi qələvlərlə reaksiya girir. Turş oksidləri suda həll olan əsas qələvlərlə reaksiya girib, duz və nə əmələ gətirir su. Y burada su molekuludur, H2O. Suyun amfoter oksidlə reaksiyası yoxdur. Heç bir amfoter oksidin su ilə reaksiyası yoxdur. Və Z-də bir də maddə qaldı. Amoniak əsas xassəlidir. Amoniakın sulfatla neçə cür reaksiyası var? 2 cür. O aslı da amoniakın nə miqdarına? Maddə miqdarına. 1 mol amoniakla 1 mol sulfat olsa turş duz verir. Amoniak 2 mol, sulfat 1 mol olsa normal duz verir. Deməli biz müəyyən elədik ki, buradan parçalanma nəticəsində 3 maddə ayrıldı. Amonium karbonat orta və normal duzdur. 3 dənə qızdırdıqda duzdur, aqreqat halı bərkdir. Normal duz parçalanır 2 mol amoniaka və karbon 4 oksidinə və bir də su molekulu. Amoniak əsas xassəlidir, bu turş oksiddir. Su da oksiddir, lakin nə duz əmələ gətirən, nə də gətirməyəndir. İndi baxın, buradan 3 maddə ayrılır. Maddənin biri nədir uşaqlar? Biri X-dir, digəri Y-dir, Z oldu, su Y oldu və digəri də Z oldu. İndi deyir ki, birinci qabda qələvi ilə reaksiya girən X-dir. Yəni karbon 4 oksidi X-dir. Qabda birinci qabda qələvi var idi. Orada nə verəcək? Turş oksidi qələvlərlə reaksiya girir. İki əsaslı turşulara uyğun olan turş oksidinin qələvlərlə 2 cür reaksiyası var. Minimum, bir də maksimum. Maksimum reaksiya girirsə 1 mola 2 mol reaksiya girəndə normal duz çıxır. Ona uyğun gələn turşunun duzu və bir də su molekulu. Baxın, yalnız və yalnız 2 əsaslı turşulara uyğun gələn turş oksiddir bu. Karbonat neçə əsaslı turşudur? 2 əsaslı turşulara uyğun olan turş oksidinin qələvlərlə 2 cür reaksiyası var. Bu maksimum qələvi ilə reaksiya girəndə normal dozdan başqa bir də su molekulu çıxır. Bu birinci qabda gedən reaksiya. İkinci qabda nə var idi orada? Alüminium oksidi plus suna reaksiyası yoxdur. Heç bir amfoter oksid suna reaksiya daxil olmur. Və üçüncü qabda nə var idi uşaqlar? Üçüncü qabda sulfat turşusu yazmışdı və üzərinə amoniak əlavə olunur. Bu turşudur. Amoniak necə xassəlidir? Əsas xassəli bölünməyən elektron cütü var. Amoniakın molundan asılı olaraq 1 mol amoniak və 1 mol sulfat olsa hidrogenin biri birləşəcək. Donor nə mexanizmi əsasında? Donor atom budur, akseptorda hidrogendir. Əmələ gələn duz amonium, hidrona əmələ gələcək sulfat, turş duz. Və yaxud da amoniak sulfatla reaksiya gedib daxil olur. Amoniak 2 mol olsa, 2 mol, yəni 1 mola 2 mol olsa, hidrogenin ikisi də gəlib birləşir. Donor akseptor mexanizmi əsasında amonium sulfat əmələ gəlir. Orta və necə duzdur? Normal duz, amonium sulfat. Yəni fərq etməz. İndi bizə deyir ki, X, Y və Z-in polar kovalent rabitələrin sayı müəyyən edin. Polar kovalent rabitənin sayı necə tapırıq uşaqlar? X nə olmuşdu bizdə? Karbon 4 oksidi. Karbon 4 oksidinin yaduza gəlir qrafik formulu kimyanın ilk anlayışındakı mövzulardan var idi. Xətti quruluşa malikdir. Neçə dənə kovalent rabitə var? İkisi rabitən pi-dir. İkisi də sigmadır. 4 dənə kovalent necə rabitə var? Polar rabitə. Ayrı-ayrı qeyri-metallar arasında. İkisi pi bərabərdir 2 sigma. Baxın, xətti quruluşa malikdir. Hətta deyirdi, burada neçə dərəcəli bucaq var? 180 dərəcəli bucaq var. Karbon 4 oksidinin oksidi oldu. Turşu oksidi. Karbonatın nə idi? Anhidrididir. 2 pi və 2 dənə də sigma var. 1, 2. Baxın, 1, 2, 3, 4. Ayrı-ayrı qeyri-metallar arasında 4 dənə kovalent polar rabitə var. Digər maddə sudur. Su H2O bucaq quruluşa malikdir. Su necə çəkirdi? Kör bucaq.
Yəni 90-dan böyük olan bucaq necə bucaqdır? Kör bucaq. Burada bucaq nə qədərdir? 104-dan 5 dərəcəli bucaq var. 90 dərəcədən böyük olan bucaq. Kovalent necə rabitədir? Polyar, bu da kovalent polyar. 2 dənə sigma var. İkisi də kovalent hansı rabitədir? Polyar. Yaduza gəlir, suda oksigenlə hibrid vəziyyətindədir uşaqlar. sp3. 4 dənə hibrid orbitalı var idi. Onlardan neçəsi kimyəvi rabitə yaradır? İkisi isə sərbəst idi, bölünməyən cütü saxlayırdı. Oksigen atomunun 4 hibrid nəyi var orada? Əlavə yazıram ama bu hibrid orbitalı. Neçəsi kimyəvi rabitə yaradırdı? İkisi. Yəni oksigenlə hidrogen arasında sp3 ilə S-in örtülməsindən bu rabitədən neçədə idi? 1 sigma, bir də 2 sigma. sp3 ilə nəyin örtülməsindən S-in. 4 dənən ikisi kimyəvi rabitə yaradır, ikisi isə sərbəstdir, bölünməyən cütü saxlayır. Baxın, ikisi belə bir vəziyyətdədir. Sərbəstdir, bölünməyən cütü saxlayır, elektron cütü saxlayır. Kovalent rabitə 2 dənə. Keçdik Z maddəsinə. Z nə idi bizdə? Amoniak. Amoniakın bölünməyən cütü var, elektron cütü var. Amoniakdakı azot nə hibrid vəziyyətindədir? sp3. Onu da çəkəndə 1, 2, 3, hidrogen, burada da sp3 ilə nəyin örtülməsindən? S-in örtülməsindən 1 sigma, 2, burada da 3. Biri sərbəstdir, bölünməyən cütü saxlayır, elektron cütü. Burada da 4 hibrid orbital var. S-də 1, P-də 3. 4 dənən neçəsi kimyəvi rabitə yaradır? 3-i, baxın 1, 2, 3-i yaradır. Və biri sərbəstdir, bölünməyən elektron cütü saxladığı üçün necə xassəlidir? Əsasi xassəli. İndi burada neçədə kovalent polyar rabitə var? 1, kovalent polyar, burada kovalent polyar rabitə. Amoniak da bucaq quruluşa malikdir. 107,3 dərəcəli nə var orada? Bucaq. Amma suda isə 104,5 dərəcəli bucaq var. Amoniak kəskin yeli boğucu qazdır. X maddəsində 4 rabitə oldu, Y-də 2 rabitə oldu, su idi və Z-də isə 3 dənə. 4, 2, 3. B bəndi. Digər suala keçirik. Digər sual nədir uşaqlar orada? Yenə də amonium nə verib orada? Karbonatın parçalanması verib. Amonium karbonat parçalanıb. 71-ci sualı yazırıq. Amonium karbonat niyə parçalanır? Amoniaka. Burada yazıb X maddəsi, Y və bir də Z maddəsi. İndi birinci qabda mis var. Bura bir X əlavə ediblər. Bu birinci qabda. İkinci qabda nə var burada? Oksigendir və bura bir nə əlavə ediblər? Y. Üçüncü qabda Z var və burada nə əlavə ediblər? Qələvi. Bu ikinci qabdır, bu da üçüncü qabdır. Diqqətlə fikir verin. İkinci və üçüncü qablarda reaksiya gedirsə, İkinci qabda reaksiya gedir və bir də üçüncü qabda. Amma birinci qabda reaksiya getmir. Bilirik ki, biz amoniaka parçalanır. 2 mol. Bu nəyə parçalanır? Amoniaka, karbon 4 oksidinə, bir də suya. Su birinci qaba əlavə eləmək olar. Çünki misin su ilə reaksiyası yoxdur. Pasiv metallar hansılardır? Kuprium, hidrargium, argentium. Onların su ilə reaksiyası yoxdur. Deməli, birinci qaba əlavə olunan maddə, X maddəsi sudur. Suyun mis ilə reaksiyası yoxdur. İkinci qabda reaksiya gedirsə, bu amoniakdır. Amoniak oksigende yana bilər və üçüncü qabda karbon 4 oksidi, turş oksidi əlavə edirlər ki, qələvinə reaksiya gedir. Deməli, buradan 3 maddə çıxır. X maddəsini biz nə götürürük? Su. Y maddəsi amoniak və Z maddəsi karbon neçə oksidi yazırıq? 4 oksidi. 3 dənə maddə ayrılır da. Ümumiyyətlə, amonium karbonat parçalanıb niyə? Amoniaka. Neçə mol amoniak ayrılır? 2 mol. Plus karbon neçə oksidi? 4 oksidi plus su. Birinci qabda reaksiya getmədiyi üçün amonium karbonat orta və normal duz. Qızdırdıqda duzun aqreqat halı necədir? Bərk. Parçalanır. Hamısı qat çıxacaq. 2 mol amoniak. Amoniak bölünməyən elektron cütü var. Əsas xassəlidir. Bu bizim nə maddəmiz oldu? Amoniak Y maddəsi götürdük. Plus karbon 4 oksidi çıxır. 1 mol. Bu bizim Z maddəmizdir. Turş oksiddir və sonunda su çıxır. Su oksiddir uşaqlar. Hamısı mürəkkəb maddə çıxır. Su da X yazıblar. Deməli, hamısı buxar halında. Su da burada buxar halında çıxır. Quru və ya bərk qalıq nədir? Yoxdur. Bu duz parçalananda, ağzı açıq qabda parçalansa kütlə tamamən nə olur? 0.
Qabın içində heç nə qalmır. İndi birinci qaba biz su əlavə elədik. Su mislə reaksiyası yoxdur. Deyir X, Y, Z maddələrində polar rabitə. Az əvvəl kimi. X maddəsi su idi. Suda polar rabitə neçədən oldu? 2-də kovalent polar rabitə. Suda oksigen nə hibrid vəziyyətində əlavə yazıram. sp3 hibrid vəziyyətindədir. Hidrogen, oksigen, kovalent polar rabitə. Buradan da kovalent polar rabitə. 2 dənə 100, 4,5 dərəcəli bucaq var su, kör bucaq. Digər maddə misin suna reaksiyası yox idi. Sonra amoniak oksigende yanırdı. İkinci qabda amoniak saf oksigende yanır, sərbəst azot və su əmələ gəlir. Və Y maddəsi amoniakdır. Amoniak əsas xassəlidir. Azot ilə hidrogen arasında 3 dənə kovalent polar rabitə var. Burada azot sp3 hibrid vəziyyətindədir. 107,3 dərəcəli bucaq var. Və bir də nə qaldı? Burada karbon neçə oksidi qaldı uşaqlar? 4 oksidi. Karbon 4 oksidin turşu oksiddir. Necə çəkirdi? Karbon valenti 4'dür. 2 dənə belə, 2 dənə xətt belə çəkilir. Rabitə və nə xətlərdir? Valentlik xətləri. Rabitənin x'i pi, baxın dəqiq fikir verin. X'i də nədir? Sigmadır. 4 dənə kovalent polar rabitə var və burada da xətti quruluşda 180 dərəcəli bucaq var. Su bizdə bucaq quruluşa malik edir. 104,5 dərəcəli. Su bizdə X oldu. Y maddəsi amoniakda 107,3 dərəcəli bucaq. Amoniak əsas xassəli idi. Və nəhayət karbon 4 oksiddə 180 dərəcəli bucaq var. Xətti quruluşda. Aydındır. İndi buradan bir də cavab neçə oldu? Suda 2, X-a aid oldu 2, Y amoniakda 3 və Z-də də 4 dənə kovalent 2, 3, 4 Y bəndi. Və buradan əlavə nə deyə bilərəm sizə? Cavab bitdi. Əlavə olaraq qeyd edə bilərəm ki, bir də təkrar edirəm. Karbon 4 oksidi turşu oksiddir. Düzdür uşaqlar? Turşu oksidi və hansı turşuya uyğun gəlir? Karbonata. Karbonat da 2 əsaslı turşudur. 2 əsaslı turşulara uyğun olan turşu oksidinin qələvlərlə neçə cür reaksiyası var? 2 cür. Minimum, bir də maksimum. Baxın, qələvi yazıram. Minimum qələvi yazacağım. Minimum yazanda neçə mola, neçə moldur? 1 mola, 1 mol. OH hidroksid qrupu 1 dənədir və ona uyğun gələn turşuda hidrogen 2 dənədir. Hidroksidin biri ilə hidrogenin biri, hidroksid qrupu 1 dənə olduğu üçün hidrogenin biri metalla nə edir? Əvəz olunur. Baxın, hidroksid qrupu 1 dənə olduğu üçün hidrogen burada 2 dənədir. Hidrogen atomunun biri metalla əvəz olunur. Qismən əvəz olunur. Natrium hidrokarbonat necə duz əmələ gəlir? Turş duz. Və bu duzun texniki adı nə sodasıdır? Çay sodası. Natrium hidrokarbonat. Turş duz çıxırsa, turşu oksidinin minimum qələvi ilə reaksiyasından turş duz çıxırsa daha heç nə çıxmır. Birləşmə reaksiyası olur. İndi gəldik turşu oksidi. 2 əsaslı turşulara uyğun olan turşu oksidinin qələvlərlə 2 cür reaksiyası var. Maksimum qələvi. 1 mola, 2 mol olanda OH 2 dənədir. Burada da hidrogen 2 dənə. Necə duz çıxır buradan? Normal duz və bir də su molekulu çıxır. Normal duz və su molekulu çıxır. Aydındır, normal duz və bir dənə molekulu çıxdı, su molekulu. Turşu oksidi qələvi ilə reaksiya daxil olur. Normal duz bir dənə molekulu çıxır, su molekulu. Sonra keçdik digərinə. Digər sual nədir? 72-dir. 72-də nədir? 72-ci sualda amonium yenə də karbonat verilib. Amonium karbonat. Amonium karbonat niyə parçalanır uşaqlar? Amonium karbonatın X verib, Y verib və bir də Z maddəsi. Və X maddəsində yazıb ki, uşaqlar, hibrid orbitalı 4 hibrid nəyi var? Orbitalı, qısa yazırıq hibrid orbitalı. Oksigenlə reaksiya daxil olunur. Oksigenlə reaksiyası yoxdur. Y maddəsində yazıb 2 hibrid orbitalı, 2 hibrid orbitalı və oksigenlə reaksiyası yoxdur. Z maddəsində 4 dənə hibrid orbitalı və onun 4 hibrid orbitalı oksigenlə reaksiyası var. Bizə deyir ki, hansı maddə mis-2 oksidindən reaksiya daxil olur? Bu maddələrdən hansı mis-2 oksidindən reaksiya daxil olur? Bu parçalanır, ümumiyyətlə niyə parçalanır uşaqlar? Amoniaka. Amoniakda hibrid orbitalı 4 dənədir və amoniak oksigenlə reaksiyası var. Deməli, Z maddəsi amoniakdır. Amoniakda 4 hibrid orbitalı var, lakin amoniakın oksigenlə reaksiyası var. Su
Su deməli X maddəsidir. Suda oksigenlə hibrid vəziyyətindədir. sp3. 4 də hibrid orbital var, amma suyun oksigenlə reaksiyası yoxdur. X maddəsi sudur. Y maddəsi də karbon 4 oksiddir. 2 hibrid orbital var. Onun da oksigenlə reaksiyası yoxdur. Necə tapırıq uşaqlar? Amonyak necə xassəlidir? Əsas xassəli və dönə-dönə demişik ki, amonyakın bölünməyən elektron cütü var. Burada S-də 1, P-də 3. 4 dənə hibrid nə var orbitalı? 4 dənənin 3-ü kimyəvi rabitə yaradır. Biri isə sərbəstli bölünməyən nə cütü saxlayır? Elektron cütü. Amonyak oksigende yananda, yəni burada bizim hansı maddəni götürmüşdük amonyak? Z maddəsi. Amonyak oksigende yanır, saf oksigende yanır, sərbəst azot və bir də su molekulu əmələ gəlir. Bura bir 4 yazıram. Bura bir 2. 12 dənə hidrogeni 2-yə böləndə 6, oksigen 6 dayatsa bura bir 3 yazırıq. Bu yanma reaksiyasıdır və yanğına kömək edən qaz hansı qazdır? Oksigen. Baxın, hibrid orbitalı necə yazdıq? Bir də təkrar edirəm. sp3-dürsə, S-də 1, P-də 3. Neçə hibrid orbital oldu? 4. 4-ün neçəsi kimyəvi rabitə yaradıb? 3-ü. Biri sərbəstdir, bölünməyən nə cütü saxlayır? Elektron cütü saxlayır. Bu Z maddəsidir. Digər maddə nədir uşaqlar? X sudur. Su oksigen atomu sp3 hibrid vəziyyətində olsa da, 4 hibrid orbitalı olsa da neçəsi kimyəvi rabitə yaradır? X-i. X-i isə sərbəstli bölünməyən nə cütü saxlayır? Elektron cütü. Və suyun oksigenlə reaksiyası yoxdur, daxil olunur yazır. Z nə idi? Y nə idi uşaqlar? Y orada karbon 4 oksiddir ki, karbon 4 oksidində xətti quruluşa malikdir. Pi rabitəsini yaradan P elektronlardır. Bu da P. Karbonun 2 dənə P'si hibridləşməyib. Baxın, karbon bir S var idi və 3 də P orbitalında elektron var idi. P'lərin neçəsi hibridləşmədə iştirak eləməyib? X-i. X-i iştirak etmədiyi üçün karbon nə hibrid vəziyyətindədir? Sp. S-də 1, P-də 1. 2 hibrid orbitalı var. 2 hibrid orbitalı var. Və bu 2 hibrid orbitalı sp ilə P-nin örtülməsindən 1 sigma, burada da sp ilə P-nin örtülməsindən 1 sigma. 2 hibrid orbitalı olduğuna görə 180 dərəcəli nə var orada? Bucaq xətti quruluşa malikdir və karbon 4 oksidinin oksigenlə reaksiyası yoxdur, yanmır. Deyir, bu maddələrdən hansı mis-2 oksidinə reaksiya daxil olmur? Deməli, X maddəsi nə oldu bizdə? X oldu, karbon neçə? X oldu, daha doğrusu su. Y maddəsi oldu karbon 4 oksidi. Z maddəsi də amonyak. Hansı mis-2 oksidinə reaksiya daxil olmur? Bu olur, su olmur və bir də karbon 4 oksidi. Cavab Y-dən Z. Ona görə ki, Y və Z-in su ilə reaksiyası yoxdur. Y və amonyakın var. Y və X-in su ilə reaksiyası nədir? Yoxdur. Y nə idi bizdə? Karbon 4 oksidi. Mis-2 oksidinə reaksiyası nədir? Yoxdur. Belə bir reaksiya yoxdur. Və X da bizdə su molekuldur. Su aktiv olmayan metalların əsasi oksidinin su ilə reaksiyası yoxdur.